Üzdə görünən bu əlamət yüksək xolesterindən xəbər verir. Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək xolesterin bəzən üzdə yaranan dəyişikliklərlə özünü göstərə bilər. Bu barədə HuffPost nəşri yazıb. Kimyaçı və gözəllik mütəxəssisi Bruce Greenin sözlərinə görə, göz qapaqları ətrafında əmələ gələn solğun sarı rəngli yığıntılar, yəni ksantelazmalar, qanda xolesterin səviyyəsinin yüksək olmasına və ürək-damar xəstəlikləri riskinin artmasına işarə eləyir. Lakin bu törəmələr özlüyündə təhlükəli hesab olunmur. Ekspert vurğulayır ki, göz ətrafında və yanaqlarda yaranan bütün ağ və ya sarımtıl səpkilər yüksək xolesterinlə əlaqəli olmur. Bəzi hallarda bunlar keratinin dəri altına toplanması nəticəsində yaranan milyomlardır. Onlar sağlamlıq üçün təhlükə yaratmasa da kosmetik narahatlıq doğura bilər. Mütəxəssislər dəqiq səbəbi müəyyən etmək üçün özbaşına nəticə çıxarmamağı, həkimə müraciət edərək qan analizləri ilə xolesterin səviyyəsini yoxlatdırmağı tövsiyə edirlər.